Bəli, Qarabağ oyun barədə mən orada yaxşı oynayacağı demişəm. İnsanlar doğru bir şeylər anlamadan haqqına girirlər. Haqqına girmək ən böyük günahlardan biridir. Azərbaycanda baş verən oyun barədə heç yerdə heç vaxt proqnoz verməmişəm. Dünən verdiyim proqnozu o idi ki, Azərbaycan Qarabağ komandası Newcastle stadionunda burada oyunda nəticəsindən asılı olmayaraq orada bir möcüzə baş verəcək. Bu tur keçəcək anlamına gəlmir. Yəni Qarabağ orada Newcastle stadionunda yaxşı oyun sərgiləyəcək. Kim burada? Yəni oradakı oyun daha uduzmadan, ən azından neçə ilə qayıdacaq, bizi sevindirəcək. Qarabağ kimi bir təzə yumurtadan çıxan bir komanda dünya futbolu üçün bugünkü gün Newcastle ilə bir eləyərək danışmaq təbii ki doğru değildi. Biz bunu bilirik futbol izləyən bir adam olaraq. Yenə də təkrarlayıram ki, doğru anılır. Newcastle stadionunda yaxşı oyun sərgiləyəcək.